Hər vaxtınız xeyir, dəyərli şagirdlərim. Bu gün mən sizə Hüseyn Cavidin yaradıcılığı haqqında məlumat verəcəm. Bildiyimiz kimi Hüseyn Cavid yeni dövr Azərbaycan ədəbiyyatında yaşayıb yaratmış, tənqidi realizm və romantizm dövründə xüsusilə də yaşayıbdır və Hüseyn Cavid Füyuzat jurnalında yazıb yaradıb, füyuzatçı idi. Çünki romantik kimi tanınıbdı. Elə bunun İblis əsərindən görə bilərik ki, reallıqları əks etdirmirdi. Romantik bir şair idi. Yaradıcılığına lirik şeirlə başlayıb əsərlərini lirik, epik və dramatik növdə yazıbdır. Biz bunu hansı sənətkarlarımızla eyni götürə bilərik? Lirik, epik və dramatik növdə yazması ilə bəli, Mirzə Fətəli Axundzadə ilə eyni götürə bilərik. Cəlil Məmmədquluzadə ilə eyni götürə bilmərəm. Niyə? Çünki Cəlil Məmmədquluzadə lirik növdə əsər yazmayıb. Həm heca, həm də əruz vəznində əsər yazıbdır. Şah İsmayıl Xətai ilə eyni götürə bilərəm. Həm nəzmlə, həm də nəsrlə əsər yazıbdır. Mənzum dramaturgiyanın yox. Mənzum romantik dramaturgiyanın banisi. Axı bayaq dedim, mənzum dramaturgiyanın banisi kim idi? Cəlil Məmmədquluzadə idi. Çay dəstgahı ilə qoymuşdu. Amma mənzum romantik dramaturgiyanın banisini artıq Hüseyn Cavid deyə biləcəyəm. Faciə, dram janrlarında əsərləri var idi. Gələk görək onun yaradıcılığında hansı əsərlərlə tanış olacağıq. Dedik ki, həm əruz vəznində, həm də heca vəznində şeirlər yazıb. Bax, yadınızda qalsın. Hüseyn Cavid əruz və heca vəznində əsərləri var. Görürsünüz, qısa bir yerdir. Ona görə sıxılmadan baxın. Bilirəm, yaradıcılıqlar çoxdur, qarışdıra bilərsiniz. Amma əzbərləyin, dəftər yanınızda olsun, qeydlər götürün ki, əzbərləyin hansına aiddir. Gəl birinci onun yaradıcılıqları içərisində onun lirik şeirləri ilə tanış olaq. Lirik şeirləri olacaq Çoban türküsü, İlkbahar. Deməli, Çoban türküsü ilə İlkbaharda burada nikbinlik, xeyirxahlıq, insana məhəbbət, ruhu yüksəkliyi, sənətkarlığı seçilir. Necə əzbərləyək müəllim biz bunu? Nikbin, xeyirxah, insana məhəbbət. Bax, nikbin, ç, burada da ilk, ç. Nikbinin ç'sı. Yəni, nikbin, xeyirxahlıq, insana məhəbbət, Çoban türküsü və İlkbahar şeirində idi. Qız məktəbində şeiri təkcə ədibin yaradıcılığında deyil, ümumən poeziyanın, sujetli lirikanın mükəmməl nümunələrindən sayılır. Qız məktəbində də bax, sujet var idi burada. Axundzadənin Zamanədən şikayət şeiri də var idi yaradıcılığında. Orada da sujet vardı. Qız məktəbi də lirik əsər idi, amma burada balaca bir sujet xətti vardı. Biz bilirik də, lirik növdə sujet xətti olmur. Amma qız məktəbində lirik növ idi, amma sujet vardı. Orada deyir, yavrum, qızım, bir dəqiqə bir xatırlayım. Şeirin birinci misrası yadımdan çıxmışdı, elə indi baxdım. Quzum, yavrum, adın nədir? Qız deyir, adım Gülbahar. Pəki, sənin atan, baban varmı? Var. Nasıl, zəngindirmi baban? Deyir ki, evet, zəngin Beyzadə. Öyle isə geydiyin geyim neçin böyle saydı? Yoxmu sənin incilərin, altın bilərziklərin? Söylə, yavrum, heç sıxılma. Var, əfəndim, var. Yəni, görürsünüz, dialoq əsasında qoyulubdur deyə. Burada sujet xətti özünü göstərir, sujetli lirikadır. Daha sonra onun şeirləri içərisində qadın şeiri də vardır ki, qadında da qadının taleyindən təbii ki də danışacaq. Rahatdır bunun mövzusunu bilmək. Qadın taleyi, mövhumatdan, cəhalətdən uzaqlaşması, qəflət yuxusundan ayrılmasından danışacaqdır. Hərb və fəlakət əsəri də vardır ki, hərb və fəlakət əsərində isə hərb bax, görürsünüz, yəni zorun haqqı üstələməsi. Bir dənə test görmüşdüm, orada deyirdi, haqqı zorun üstələməsi ilə barışa bilmir. Məntiqsiz bir cümlə qurulmuşdu. Yadınızda qalsın ki, zor haqqı üstələməsi ilə barışa bilmirdi. Yaxşı, hərb yolunda tutan bəşəriyyəti fəlakətə sürüklədiyini göstərirdi. Daha sonra onun gəldiyi epik əsərlərinə, yəni poema yaradıcılığına Bir ah məzlumanə 1907, İşte bir divanədən bir xatirə, Hübut-i Adəm, bir də Azər poeması idi. Bir də deyək, Bir ah məzlumanə, İşte bir divanədən bir xatirə, Hübut-i Adəm və Azər poeması. Azər poeması Şərq və Qərb müstəvisində Azərbaycana baxışlar öz əksini tapıbdı. Deməli, onun poemaları epik təsvirlərdən çox lirik, romantik düşüncələr əksini tapıbdı. Daha sonra onun ilk dram əsəri olacaqdır. Hüseyn Cavidin ana əsəri Mənzum faciənin əsasını qoyub ana ilə və Dağıstan həyatından götürülübdür mövzu. Maral faciəsi idi. Burada da maral, pul, sərvət alüdəçiliyi əsas
səbəbi idi. Şeyx Sənanda isə bu da faciə janrında yazılıbdı. Dini əfsanəvi şəxsiyyəti idi Şeyx Sənan. Burada da əsl eşqin, dini etiqad üzərində tənəsindən buxovları qırmaq, qüdrətdən əks etdirib. Yəni mən inanmıram burada il düşə, ona görə illərə çox toxunmuram. Ana 1910, 1912, Şeyx Sənan da 14-cü ildə yazılıbdı. Bakı mətbəə işçilərinin həyatından bəhs edən isə Şeyda idi. Şeyda da mətbəə işçilərindən danışırdı. Mənsur faciə idi. Bax bu faciə idi, amma nəsrlə yazılmış faciə idi. Çətin ağır həyat tərzi və azadlıq düşüncələri təqdimi idi. Uçurum 1919-cu ildə yazılıbdı. Beləliklə Hüseyn Cavid yaradıcılığının birinci mərhələsi Uçurum əsəri ilə başa çatıbdı. İndi keçir Hüseyn Cavid yaradıcılığının ikinci mərhələsi buradan başlayır. Peyğəmbərlə Topal Teymur əsərində tarixi şəxsiyyəti. Bax Peyğəmbərdir, Topal Teymur doğrudan da tarixidir. Daha sonra Leyzi dramı idi Peyğəmbər. Leyzi dram ona deyilir ki, səhnə üçün yazılmayan dram idi. Yalnız Peyğəmbəri oxumaq olardı. Knyaz dramı faciəsi var idi ki, Knyaz faciəsində sevginin, paş mənəviyyatın tənəsinin motivləri idi. Səyavuş faciəsində isə Firdovsinin Şəhnamə Ş.S. əsərindən götürülmüşdür. Daha sonra Xəyyam, İblisin intiqamı əsərləri. Bax, İblisin intiqamı başqa əsərdir, İblis də başqa əsərdir. İblis artıq yadınızda qalsın, başqa faciə janrıdır, amma İblisin intiqamı da nəsrlə yazılmış bir drama idi. Gəlin yaradıcılığına bir də baxaq. Çoban Türküsü, İlk Bahar dedik, hansı mövzuda idi? Nikbin. Bəs yaxşı, qadın hansı mövzuda idi? Qadın taleyindən, məfhumatçı halət, qız məktəbi. Dedik ki, nə ilə fərqlənirdi? Bəli, sujetli lirik olması ilə. Gəldik onun hərf və fəlakət lirik əsərində nə ilə barışa bilmirdi? Zorun haqqı üstələməsi. Bəs epik növdə yazdığı əsərlər hansıları idi? Bir ah-Məzmunə, sonra İşdə bir divanədən bir xatirə, Hübiti Adəm və bunlar epik təsvirlərdən çox lirik, romantik düşüncələr öz əksini tapmışdı. Azər poema idi, Şərq-Qərb müstəvisi idi. Ədibin ilk dram əsəri Ana, Mənzum faciəsi idi, mövzu Dağıstandan alınmışdı. Maral 1913-cü ildə qələmə alınıb, Şeyx Sənan 1914-cü ildə faciəsi dini əfsanəvi şəxsiyyət olan Şeyx Sənan obrazı idi. Şeyda mətbəə işçilərindən danışırdı. Uçurumla yaradıcılığın birinci mərhələsi başa çatır. Peyğəmbərlə Topal Teymur tarixi mövzusundaydı. Knyaz Pak məhəbbət, sevgi mövzusundaydı. Səyavuş Şəhnamə əsərindən tərcüməsini alınıbdı. Bu qədər. Hüseyn Cavidin yaradıcılığı haqqında bu qədər. Sağ olun, salamat qalın.